Daha sonra tanış olaq Şimal Buzlu Okean Havzasına aid olan körfəzlərlə. Ən böyük körfəzi Hudson körfəzi, James körfəzi yerləşir. Hudson körfəzinin tərkibində Ungava körfəzləri. Müvafiq olaraq bunlar yerləşir mülayim şıqlanma quşağında, çünki şimal qütb dairəsinin cənubda yerləşir. Bu hissədə Butiya körfəzi, daha sonra Amundsen körfəzlərinin adını qeyd etmiş olar ki, bunlar Şimali Amerika sahillərində yerləşən Şimal Buzlu Okeanının körfəzləri siyahısına daxildir. Avrasiya sahillərində müvafiq olaraq Petsora qubasının adını qeyd etmək olar. Deməli, bu yerləşir qütb şıqlanma quşağında, müvafiq olaraq qütb dairəsinin şimaldadır. Ob qubasının adını qeyd etmək olar. Bu həm mülayim, həm də qütb şıqlanma quşağında yerləşir. Yenisey qubası, bu yalnız yerləşir qütb şıqlanma quşağının ərazisində. Deməli, bunlar müvafiq olaraq Şimal Buzlu Okeanı hövzəsinə aid olan deməli körfəzlərdir. Bunlara aid etmək olar. Eyni zamanda bu hissədə deməli Baffin torpağının yerləşdiyi ərazidə Fox körfəzi, bir də Ağdənizin daxilində yerləşən Kandalaş körfəzinin adını qeyd etmək olar ki, deməli müvafiq olaraq deməli bunlar Şimal Buzlu Okeanına aid olan körfəzlər siyahısına aiddir.